Bugünkü maçda böyük qələbə ilə bağlı nə düşünürsən? Yaxşı oyun oldu. Baş məşqçinin bizə dediyi tapşırıqları yerinə yetirməyə çalışdıq və bu sayədə biz qol buraxmadıq. Hesab 6-0 bitdi. Amma halbuki biz bir neçə səhv buraxdıq. Biz buna diqqət etməliyik. Gələn dəfə bu səhvləri yenidən etməməliyik. Çünki bu dəfə Araz etməsə belə, gələn dəfə yenidən bu səhvlərdən faydalana bilər. Necə düşünürsən? Qarabağ çox güclüdür, yoxsa Araz zəifdir? Mən belə düşünmürəm. Mən düşünürəm ki, bugünkü oyuna biz çox fokuslandıq. Diqqətimizi oyuna topladıq, cəmlədik və baş məşqçinin bizə dediklərini yeni itirdiyimizə görə biz bunu əldə etdik. Qələbəni arzuladıq və etdik. Araz güclü komandadır və biz əlimizdən gələn ən yaxşısını etməyə çalışdıq. Və biz ən güclüsünü etməyə çalışırıq ki, bu il çempion olaq. Çempionlar Liqasında Newcastle qarşı aldığımız məğlubiyyətdən sonra böyük hesablı qələbə sizə çempionatda böyük motivasiya verəcəkmi Sabaha qarşı? Bəli, siz dediyiniz kimi Sabahla biz aramızda böyük bir çətinlik var. Çox önəmli idi. Xal çox önəmli idi. Bizim qarşımızda daha böyük, daha güclü komandalar var və Sabah da güclüdür. Bizə daha çox xal lazımdır ki, əlimizdə şansımız olsun. Gələcək maçımız Zirəyə qarşıdır. Zirə ilə maç haqqında nə düşünürsünüz? Zirə çox güclü bir rəqibdir. Bununla razılaşıram. Keçən maçda bizim çox çətinliyimiz oldu Zirəyə qarşı və biz bunun haqqında fikirləşməliyik. Gələcək oyuna əlimizdən gəldiyi qədər bərpa olmalı, məşqlər etməli. Son sualımız, bu oyundan öncə belə böyük bir hesabla qələbə qazanacağınıza inanırdınızmı? Yox, biz daha çox xal qazanmağa çalışırdıq. Yəni, hədəfimiz xal qazanmaq idi. Bunun üçün də bir çox epizodda yaralandıq və qollar atdıq. Yəni, əsas hədəfimiz yenə də 3 xal almaq oldu. Özümüzə çox əziyyət verməyə çalışmadıq, çünki çempionatda daha böyük oyunlar qarşımızdadır.